Salam, hər birinizi xoş gördük, əziz şagirdlər. Turanla bugünkü dərsimiz ana qaranquşdur. Qaranquş, yəqin ki görmüsünüz. Bakıda daha çox son vaxtlar qarğalar yaman peyda olunubdu. Qaranquşlar da ara sıra gözünə görünür insanın. Yaz fəslində də quşlar qəşəng nəğmələr deyir. Əsl quşların nəğmə deyən bir fəslidir. Qaranquş yuvası görmüsünüzmü? Mən görmüşəm qaranquş yuvası. Orada yumurtaları da olur, balaca. Və siz görmüsünüz quş yuvalarını. Bizim yanımızda olan məktəbdə, məktəbin həyətindəki ağaclarda quş yuvaları salınıb ki, quşlar orada məskən salsınlar. Ara sıra balaca quşlar gəlib orada yaşayırlar. Və özləri üçün də yuvalar qururlar. Quşlar daha çox özləri qurduqları yuvada istəyirlər. Çünki nəsə özləri qurublar deyə onlar üçün daha rahatdır, daha güvənlidir. Yəni yadınızda qalsın, quşlar, heyvanlar həmişə başqa canlılara güvənmirlər. Sizcə niyə bu quşlar insanlara yaxın yerdə yaşayırlar? Çünki düşünürlər ki, insanlar üçün əlverişli şərait olan bir yerdir. İnsanlar olan yerdə həmişə ərzaq da olur deyə, ona görə insanlara yaxın yerdə. İnsanların tökdüyü ərzaqlarla qidalanırlar, yemlənirlər, ona görə. Mətni oxuyun. Qaranquş haqqında təxmin etdiyiniz fikirlərlə mətndə öyrəndiklərinizi müqayisə edin. Gəlin oxuyaq. Ana qaranquş. Bir qaranquş hündür bir ağacın başında yuva qurmuşdu. O hər gün uzaqlara uçur, balalarına yem gətirirdi. Günlərin birində yenə qaranquş yem axtarmaq üçün yuvasından uçdu. Qaydanda gördü ki, vahiməli, qanadlı bir ilan yuvaya tərəf sürünür. Ana qaranquş haray saldı. Uçun, uçun balalarım, ilan sizi yeyəcək. Körpə qaranquşlar havaya atıldılar. İlan da onların arxasınca havaya qalxdı. Ana gördü ki, ilan balalara çatacaq. O, var gücü ilə qışqırdı. Yaxınlıqdakı evin qapısı açıqdır. Tez olun, içəri girin. Ana qaranquş ilanla vuruşmağa başladı. Döyüşə evə yaxınlaşdı. Ev sahibi onları gördü. Dəyənəklə ilanı vurub yerə saldı. Qaranquş tamam əldən düşmüşdü. Tükləri didik olmuşdu. O, üzünü balalarına tutub dedi. Mən sizə deyirəm, siz də öz balalarınıza tapşırın. Yuvanızı insanlar yaşayan yerdə qurun. O vaxtdan qaranquşlar insanlara sığınıblar. Yuvalarını evlərin lap yaxınlığında qururlar. Bilirlər ki, insanlar onları müdafiə edəcək. Bilirlər ki, heyvanlardır, pis həşəratlardır. İnsanlar onları aşkarladıqda, gördükdə zərər verməsin deyə öldürürlər. Ona görə də insanlara etibar edirlər. Bilirlər ki, elə var ki, ilanlardan zəhərli olur, bir də zəhərsiz də olur. Zəhərli ilanlar da olur, zəhərsiz, amma belə bir məsəl var deyil, ilanın ağına da lənət, qarasına da. Yəni yenə də ilandan qorxmaq, toxunmaq olmaz. Yəni qorxmaq, çəkinmək lazımdır. Çünki biz onun zəhərli, zəhərsiz olduğunu bilə bilmərik. Çünki onun üçün xüsusi peşəkar insanlar var ki, onlar bilirlər və uşaqlar sığınmaq, yəni ki, deyirsən ki, bir insana sığınmaq, yəni ona etibar etmək, belə deyim də, ki, bilirsən ki, bu səni qoruyacaq, sığınırsan ona, özünü ona etibar edirsən. Vahiməli, qorxulu deməkdir. Əldən düşmək, yorulmaq deməkdir. Didik, yəni yoluq. Haray salmaq da, yəni səsküy salmaq, qışqırmaq, səs salmaq deməkdir. Hansı sualın cavabı mətndəki əsas fikri ifadə edir? İlanlar necə uçurlar? Xeyr, burada ilanlar uçmağı barəsində bir söz verilmir. Sadəcə uçan ilan adı belə deyim cümləsi keçir. Nəyə görə qaranquş evlərdə yuva qurur? Qaranquş yuvası necə qurur? Əsas burada mətndə nəyə görə qaranquş evlərdə yuva qurur? Bax, budur, B-dir. Qaranquş yuvası necə qurur? Burada bildirilir. Yox, deyir ki, qaranquş yuvanı qurmaq üçün gedir, nələr gətirir, necə qurur? Yox. B variantıdır burada. Nəyə görə qaranquş
evlərə yaxın yerdə yuva qurur, çünki insanlara sığınırlar. Ki insanlar onların aciz durumda görüb onlara kömək edəcək, onları qoruyacaq. Necə ki bir insan qaranquşun və qaranquşun balalarını ilandan qorudu. Həm qorumaq üçün, həm insanlar yaşayan yerdə yenə dediyim kimi insanlar ərzaqlarla qidalanır və o ərzaqlardan özləri də qaranquşu yemləyə bilər. Elə insanlar var ki, quşlar saxlayır. Elə ola bilər ki, əllərindən düşdükcə yerə və yaxud da ki, zibil qablarına qoyduqca, ya nəsə ola bilər ki, quşlar onlardan qidalana bilərlər. Amma belə deyim, daha çox vəhşi heyvanlardan qorunmaq üçün insanlar olan yerdə daha çox yuva qururlar. Kanalımıza abone olup like atmayı unutmayın.